Orada da güzel gündü, hamımız bir yerde necə deyərlər, xatirələrimizi bölüşürük. Hələ yazırlar bir vərəq üstə, mahnı sinəmdədir, söz sinəmdədir. Gəzmə çiçəkləri çöldə, çəməndə, lalə də nərgiz də öz sinəmdədir. İlahi eşqimlə ucalmışam mən, tək haqqın önündə alçalmışam mən. Sanma ki qocayam, qocalmışam mən. Qarlı qış başında yaz sinəmdədir. Solanda çiçəyin gülün nə fayda, ulan onu düzənə edəndə çayda. Qəlbimdə həsrətim bu dünya boyda, özümü yandıran göz sinəmdədir. Qəm etmə üstümü alsa ölüm də, eşkimi yaşada sönmüş külüm də. Nə qədər var hələ mizraq əlimdə, nə qədər sədəfli saz sinəmdədir. Mənəm tellərinə pənöşlə hünər, demə nə söyləyər eşidən görən. Yandığım anları şəmsidən öyrən, götür dəftərinə, yaz sinəmdədir. Və bugün bu gözəl məclisin, bu gözəl anında sözü Qərbi Azərbaycan icmasının mərkəzi aparatının əməkdaşlarına verirəm. Əhməd Rızayevin, Əbdüləli Həsənov və Amasya rayon icması səhərinin muavini Polkovnik Elmar Hüseynov, Azərbaycan bayrağı orderini iki doğrumuz, kardeşimiz Cəli Qurala işləyər və görürlər. Əziz dostlar, əziz təbrikçiləri, əziz eloğullar, çox şadam ki, bugün bir yerdəyik və belə bir güzel bir məclisdə iştirak edeyim. Mən sizə Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin salamlarını çatdırıram və əziz müəllim həmişə bizim Amasyalılara böyük hörmətlə yanaşır və bugün də yanaşır və həmişə də öz salamlarını bizim Amasyadan olan bütün tədbirlərə göndərir və əziz müəllimin salamlarını sizə çatdırıram. Və mənim üçün çox xoşdur burada bugün iştirak eləmək. Amasya deyəndə Qərbi Azərbaycanın 22 rayonu var və Amasya rayonunun da 22 kəndi var. Bu Qərbi Azərbaycandan olan bu 22 rayonun öz hər birinin öz dəsti xətti var. Mən sizə iki hadisəni çatdırmaq istəyirəm. Demək, 1982-ci ildə, 1985-ci ildə Murmanskıda dənizçi olmuşum, Maryak deyirikdə. Bir gün məni patrol göndərmişlər, mən bunu Amasya aid olduğunu görə deyirəm. Bir gün patrol getmişəm Murmanskıda, yaydı, gecə saat 2-dir, gün başımızın üstündə 6 ay gecə olur, 6 ay günüz. Orada əskərlik eləyənlər bilir. Getdik komendaturuya, komendaturadan bizi göndərdilər, haraçı patrol olacaq ora. Getdim, orada çatanda gördüm 2-3 nəfər mülki formada vətəndaşlar gedir, amma biri qara millətdir. Belə mənə baxdı, mənə dedi ki, sən haralsan, Rusca soruşdu, dedim, hansı rayonundan? Dedim, Amasya'dan. Yanımdakilərə söylədi ki, mən Amasya'da olmuşam, İrəvanın özündənəm. Amasyalıların bir xüsusiyyəti var. Gecə saat 2-də də qapını döyürsən, soruşmur ki, kimsən? Qapını açır və qonaq qəbul edilir. Sonra mənə məlum oldu ki, bu adam Cəlal Bağırov. Bizim rayonda raykom katibi işləmiş Yıldırım Bağırovun əmisi oldu. Və Murmanskıda baş leytenant zabitdir. Mən ama onu görəndə mülki bir geyimdəydi. O
o Murmansk'da bizim Amasya hakkında bile bir güzel söz eşitmek benim için bilirsiniz ne kadar hoş oldu. Ki Amasyalıların kiminse gece saat 2'de de kapısını döysen soruşmadan kapını açır ve konak qəbul edir. Bu büyük bir fəxrdir. Ve bir diğer bir şey yadıma düştü. Bizim Azerbaycan'ın Aksu rayonunda tələbə yoldaşımın uşağının toyuna gitmiştim. Oturmuşuq məclisdə. İndi o oturanları bir tanış edirlər. Bir nəfər belə yaşlı kişi var idi. Onlar da o vaxt 60 yaşı. Mənə tanış edəndə tələbə yoldaşım dedi ki hansı rayondansan? Dedim Amasya'dan. İndi yanındakilərə söylüyor ki mən Amasya'nın İbiş kəndində əskər olmuşam. Biz deyir İbiş Qoncalı kəndinə gedəndə bunlarda deyir uzun 1 metr yarım yuxa olardı. Yuxanın içine yağ koyurdular. Bir de kiflənmiş nəsə koyurdular. Onu bükürdülər, bir qol boyunda olurdu. O kiflənmiş şeyi nə idisə giyirdim, elə dadlı şeyiydi ki. Oradakılar da məndən soruşur ki, o kiflənmiş şey nə idi? Dedim, o kiflənmiş çətin idi. İndi o da o kadar bizim Amasya, Ağbaba hakkında o kadar ürəkdən ki biz orada əskər olurlar. Amasya cəmaatı bizə belə bir hörmət. Bizim bura yığışmağımızın əvvəlində əsasında Qərb Azərbaycanların birliyi durur. Qərb Azərbaycanların birliyi eləyənin bu mütəşəkkil eləməyin bir səbəbkarı var. O da Prezidentimiz İlham Əliyevin Qərb Azərbaycana qayıdış konsepsiyasını yazıb verib və buna əməl eləyin deməkdir. Bir şey də deyim, hamımız deyirik, şəhidlər ölməz və unudulmaz. Şəhid ölür o vaxt ki, unudulur. İndi bizim Qərb Azərbaycandakı ellərimiz də Amasya daxil ölmüyor, diridir. Çünkü bütün rayonlar, bütün kentler, bütün bölgeler hamısı həmin gününü qeyd edir. İşğal olduğu günü, qoyub qaçdığı günü, məğdur olub çıxdığı günü qeyd edir. Biz bu günü qeyd elədikcə ermənilər orada canları fizikə düşür və biz ora qaydasınıq. Mən hamınıza belə mütəşəkkillik göstərdiyinizə görə, yurdumuzu unutmadığınıza göre, bunu gələcək nəsillərə, genç nəsillərə aşıladığınıza göre hamınıza təşəkkür edirəm, hamınıza qarşınızda deyək baş edirəm. Bir şey də deyim, hərbiçi qardaş dedi, 44 günlük müharibeyi biz en ucuz qiymətə kazanmışıq, qələbədir. Adi hücum 1'in 3'ədir. Ama elə möhkəmləndirilmiş bu rayonlara hücum 1'in 5'ə, 1'in 7'yə gedir. Orada 3000 içki vermişim, 3000 içki Qarabağı ermənilər işğal edəndə verdiyimiz 18.000 içkinin qabağında heç nədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah hamımızın canını sağ eləsin. Bu mütəşəkkilliyimiz bütün rayona, bütün Qərb Azərbaycana yayılsın. Şəmsi müəllim onu düz yazır ki, Azərbaycan Amasyadan başlayır. Bəli, bütün yaxşı təkliflər, yaxşı işlər, yaxşı ideyalar hamısı Amasyadan başlayır. Amasyanı Şəmsi müəllim ağır edir. Sağ olun, təşəkkür ederim. Hörmətli dostlar, hörmətli qonaqlar, hörmətli Amasyalılar, hörmətli Ağbaba, Şürəyə, Bağlı əhalisi, hər birinizi salamlayıram. İlk növbədə Qərb Azərbaycan Amasya rayon icması sədri, dünya şöhrətli akademik Abid Məhərrəmovun salamlarını sizlərə çatdırıram hər birinizə. Özü respublikada olmadığına görə həvalə elədi ki, mənə sizə salamlarını çatdırım. Bizim artıq Amasya rayon icmasının ənənə halı alıbdır. Kənd icmaları öz gününü keçirir, müxtəlif formatda, müxtəlif toplantılarda. Mütləq deyil ki, bu yeməkli stol olsun. Elə adi çay süfrəsi arxasında toplaşmanın özü də bir qalibiyyətdir, özü də bir Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin qayıdış konsepsiyası uyğun olaraq irəli getməkdir. Biz hər birimiz bilirik ki, artıq son illərdə 30 il, 40 ildir bir-birini görməyən insanlar var, qohumlar var, qardaşlar var. Bax, bu tədbirlərin hamısı
icmasının mahiyyəti ondan ibarətdir ki, insanlıq bir-birimizə qovuşar, bir-birimizə daha da yaxınlaşar. Ona görə sizin hər birinizə uğurlar arzulayıram, can sağlığı arzulayıram. Tahir müəllim, sizə də təşəkkür edirəm. Cəfər müəllim, sizə də təşəkkür edirəm. Belə ağır bir məsuliyyətin altına girdiniz. Təşkilatçınıza görə təşəkkür edirəm. Bayramınız mübarək olsun. Hacıyev Asəf Arifov. Ve bundan beraber Təbrik edirəm. Hürmetli maşallah, bir dakika bu öpüşməni yeməyə dayandıraram, xahiş eləməyə qulaq asın. Bax, belə bir vəsiqə var. Qərbi Azərbaycan icmasının üzvülük vəsiqəsi. Burada oturanların əksəriyyəti Qərbi Azərbaycan icmasının üzvü deyil. Çox əfsuslar olsun. Mən sizin hər birinizi təbliğ edirəm. Şəkillərinizi, fotolarınızı, öz məlumatlarınızı verin ki, Qərbi Azərbaycan icmasının üzvü olasınız. Bu bizim boyun borcumuzdur. Mən bunu bir kimlik kimi qəbul edirəm. Ona görə, bax bu vəsiqənin arxasındakı sözü sizə oxuyuram. İndi Ermənistan adlanan ərazi Qərbi Azərbaycan, İrəvan mahalı, Göyçə mahalı, Zəngəzur mahalı, Zəngibasar mahalı. Bunlar hamısı Azərbaycanlılar yaşayan diyarlar olur. Heydər Əliyev. İkinci bir stat oxuyuram bu vəsiqənin arxasından. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır. Zəngəzur, Göyçə mahalıdır. Biz Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim strateji hədəfimizdir. İlham Əliyev. Ona görə hər biriniz özünüz, ailə üzvləriniz, evlatlarınız, nəvələriniz bu Qərbi Azərbaycan icması mütləq qaydada üzv olmalıdır və belə bir nəfis şəkildə hazırlanmış döş nişanı var. Bu döş nişanını almalı. Səni də təbrik edirəm. İndisə bir məsələni də qeyd edeyim. Birisi bu hərbiçilərə çox elə hakimiyyət vermək olmaz, hakimiyyətə əl aldılar, dayanmıyor. Qərbi Azərbaycan icması bizim dostlar serisi, düşmanlar da sağ olsun. Bax, belə bir fəxri diplom təsis edibdir. Digər icmalarda fərqli olaraq. Və əfsuslar olsun ki, bu diplomların təsis olunmasını elə bizim Amasyalar özləri, saxlı özümüzdən olanlar tənqid eləmək istəyirlər, dırnaq arası. Amma olmayacaqdır. Baxın, görün burada nə yazılır. Təltif olunur. Lətifov, Müslümoğlu Şaban. Lətif Müslümoğlu Şaban. Qərbi Azərbaycan, Amasya bölümü, Amasya icmasına göstərdiyi dəstəyə, tariximizi və milli adət ənənələrimizi gələcək nəsillərə ötürülməsi və yaşadılması yolundakı fəaliyyətinə görə təltif edilir. Qərbi Azərbaycan Amasya rayon icmasının sədri akademik Abel Məhərrəmov. Təbrik edirəm. Amasya cəmaatı, xoş gəlibsiniz. Həmişə belə tədbirlərdə olasınız. Allah sizin canınızı sağ olasın. Tahir müəllim, Cəfər müəllim, sizə də çox minnətdarım bildirəm. Doğrudan şəhərlər unudulmur. Ümmü liderimiz deyən kimi mən də deyirəm. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Onunla da heç bir vaxt başımı aşağı salmayacağım və fəxr edəcəm. Şəhidlərə, ölməyənlə bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərə can sağlığı, uzun ömür. Mən fəxr edirəm ki, doğrudan biz şəhidlər, mən şəxsən öz tələbəm, onun çəkməsəm adlarını ola bilməkdən yolda kanundur. Xahiş edirəm. Oqtayla mənim qardaşımla bərabər
mənim dayım oğlu Ədirxan, ilk milli qəhrəman Xalam oğlu Mehdi Abbasov, bacım oğlu Ramiz, bunlar şəhid olublar. Allah bütün şəhidlərə rəhmət eləsin, bacımla qardaşım da buradadır. Allah onlara da səbir versin, bizim hamımıza səbir versin. Yenə deyirəm, şəhidlərə rəhmət, qazilərə can sağlığı, sizlərə də uzun ömür, həmişə belə xoşbəxt həyatda, deyək, külək, yaşayaq. Qərb Azərbaycan gedək o sularından içə soğukluq. Ərzim aydın olsun, gün doğsun aydın olsun. Bütün Qərb Azərbaycanlıların, Amasya cəmaatının gözləri aydın olsun. Sağ olun. Fəxri diplom təklif olunmaq üçün Almurad Ədilxan oğlu Məmmədova verilir. Biz burada da deyilənəcək. Fəxri diplom təklif edilmək üçün Elman Halayoğlu Bayramova təqdim etmək üçün. Elman Halayoğlu Bayramov. Elman. Cəfər Müzəffəroğlu Rüstəmov. Mən fəxr edirəm ki, Azərbaycanlıyam və yenə də fəxr edirəm ki, Amasyalıyam. Sağ ol. Elman Halayoğlu Bayramov. Təltif edilirsiniz, heç xəbərin yox. Katib Rəsuloğlu Məmmədov. Əziz dostlar, əziz qardaşlar, bir sıra sağlıqlar dedi, katib getmək gözlər. Bir sıra sağlıqlar dedi, amma bir sağlığı asobuqu belə istəyirəm ki, asobuq qeyd olunsun. Allah'ın bugündən çox şükür ki, bugün bizim qardaşımız, fəxrimiz, dostumuz katib bizlə bir yerdədir. Hamı bunu yaxşı bilir ki, katib nə oldu, nə olmadı. Amma bugünün sağlığından mən istəyirəm ki, katibin sağlığına ki, şükür Allah'a, bugün o bizləmdir, bizlə bir yerdədir, bir nəfəs alırıq, görüşürük, necə deyim, dəftərşirik, bölüşürük. Allah'ın bugündən çox şükür. Mən xahiş edirəm ki, hamı katibin sağlığına bir 50 qram olsun. O cümlədən də mi? Şair Aslanoğlu Bayramov. Arif Həmzəoğlu Hacıyev. Arif Həmzəoğlu Hacıyevdir. Mustafa Həmzəoğlu Hacıyev.
Ellez Məhəmmədoğlu Hacıyev. Firuddin Məcidoğlu Tahirov. Əlixan Əloğlu Məmmədov. Aslan Qəşəmoğlu Ramazanov. Aslan Məhəmməd. Və axırıncı bizim özümüzün Güllübulağın sevimli yeznəsi, hamımızın çox istədiyimiz Tahir Mürsəloğlu İskəndəroğlu özüm şəxsən təqdim edəcəm. Başta hər çəkirdim, sonra yox. Hörmətli qonaqlar, bax bir neçə nəfərin bu fəxri diplomla təltif olunması, bu da bir motivasiyadır. Bu da bir inkişafdır, bu da bir, necə deyərlər, fərqləndirmə növüdür. Digərlərdə baxsınlar, nümunə götürsünlər və biz də inkişaf edir. Hər birinizi təbrik edirəm, amma Qərb Azərbaycan icmasına üzv olmaq sahişindən yandan çıxartmıyor. Sağ olun, var olun. Məclisin bu yerində Ağbaba ruhuna müraciət edəcəyik. Ağbabalı olan, yanlı oynamayan, Ağbaba məclisi olan, yanlı olmayan bu biraz çətin məsələdir. Usta Qəşəm Soğlu, gözəl Ağbaba yanlısı etmələsin. Kimin ürəyi istəyir, tutsun oynayır. Yallı ayak.
Yolcuların yola çıxmır, haçandır. Elə baxdım, yolun daşı göynədi. Dönük övlad səni qoyub qaçandır. Düşündükcə bağrın başı göynədi. Bilirəm ki, qoca dağlar yerində müdrik zirvə gedib dərin xəyala. Yalçın qaya əl uzadı, əl tutur. Yanlı gedir dağlar qızı şəlalə. Çiçəklərin igidlərə pay olsun. Gözəllərdə gözəlliyin bəsnə. Mən gələndə şənlik olsun, toy olsun. Tamarzıyam qara zurna səsinə. Səndən ötürü darıxmışam, doğma kənd. Qulağımda bulaqların səsi var. Haçandır ki, həsrətimlə yaşayan bu dünyada bir övladın şəmsi var. Əzlərim, bugün biz hamımız Amasya həsrəti ilə, Amasya duyğularıyla yaşayırıq və Amasya dediyim kimi öz oğulları ilə fəxr eləməyə haqqı olan bir diyardır. Bu məclisdə Amasya məktəbinin gözəl müəllimləri əyləşir. Və o müəllimlərin, yəni Mustafa müəllim, Sabir müəllim, Rıza müəllim, Bəysafa müəllim və bir də o məktəbin məzunlarından biri adını çəkdiyim müəllimlərin sevimli şagirdi. Bakı Dövlət Universitetinin professoru Nazim Kəmirov əyləşir. Mən hamısını, adını çəkdiyim müəllimlərin hamısını kürsüyə dəvət edirəm, mikrofona dəvət edirəm. Buyurun. Mustafa müəllim, Sabir müəllim, Rıza müəllim, Bəysafa müəllim və hörmətli professor Nazim Kəmirov. Öz müəllimləri ilə bir çiğnə duran, müəllim adını şərəflə daşıyan hər kəsə eşq olsun. Rıza müəllim. Yok, gel. Hamınızı hoş gördük. Bu tədbiri təşkil edənlərə öz minnətdarlığımı bildirirəm. Həqiqətən qayıtdıq ruhən o yerlərə, o vaxtlara, o işlərə. Amasya elə belə söz deyil. Amasya çox dərin mənalı, çox böyük, güclü kadrları olan, mərd, igid insanların, savadlı insanların vətənidir. Buradakilərin əksəriyyəti Amasya'da yetişib, üstələşib, hazır şəkildə bura döndülər. Və burada da öz fəaliyyətlərini davam elətdirirlər. Çox məsuliyyətlə, çox hörmətlə. Mən hər birinizə uzun ömür, can sağlığı arzulayacağım. Arzulayıram ki, bu dönməzlik, bu igidlik, bu düzgünlük sizinlə daim olsun. Hər birinizi çox xoş gördük, çox xoş oldu. Hamınıza minnətdaram, hamınıza uzun ömür, can sağlığı arzulayıram. Sağ olun, sağ olun. Sağ olun, mikrofona dəvət elədiyinizə görə təşəkkür edirəm. Mən təxminən 40 ildən də çoxdur ki, görmədiyim şairlərlə, görmədiyim yoldaşlıq, dostluq elədiklərimiz adamları burada gördük. Ona görə də bu təşkilatçılara
bu tədbiri həyata keçirənlərin hamısına minnətdarlığımı bildirirəm. Arzu edirəm bu tədbirlərimiz daha da genişlənsin və bu tədbirin bir əhəmiyyəti də ondan ibarət ki, biz burada Amasyalıların birliyini görürük. Bunların buradakı fəaliyyətini müsbət qiymətləndiririk. Cəfər başda olmaq şərti ilə çox belə xeyirxah, belə bir iş görürsünüz. Mən arzu edirəm ki, bu tədbirlərimizi davam etdirəsiniz. Burada bu məktəbdə oxuduğumuz vaxt, bizim orada olduğumuz vaxtda olan yadda qalan xatirələri yenidən biz gözümüzün qabağına gətiririk. Burada belə uşaqlar var ki, biz ona dərs demişik, müəyyən səbəblərdən ola bilər, kimisə incitmişiksə, kiməsə deyək, xoş münasibətimiz olub, bunların hamısı yadda qalan xatirələrdir. Əksəriyyəti məsələn, bəlkə də deyək, buradakilər demirlər, vurduğumuz, döydüyümüz uşaqlar da burada iştirak edirlər. Əksinə, mən bu uşaqlar ki, biz onları məcbur edirdik ki, oxuyun, vururduq, döyürdük. İndi onlar bizə daha münasib, daha belə yaxından gəlirlər, görüşürlər. Nəinki, o kimlərinsə xatirinə dəymirdik, bəli, kimlərinsə yüksək qiymət verirdik. Amma bunu, yenə deyirəm, vurduğumuz uşaqlar bizə daha mehriban münasibət göstərirlər. Mən arzu edirəm ki, bu birliyi, Amasya cəmaatının birliyini davam etdirəsiniz. Bir-birimizdən uzaqlaşmayın, daha da yaxınlaşın, əlaqəmiz olsun, get-gəli olsun, bunu duyasınız. Sizin bu birliyiniz, sizin də bu təşkilatçılığınız, sizin övladlarına da mən ümid varam ki, hamısına keçəcək. Sizdən sonra da bu ənənəni onlar davam etdirəcəkdir. Ona görə də hamımıza can sağlığı arzu edirəm, arzularımızın için olmasını arzu edirəm və bir-birimizi unutmayalım. Həmişə gediş gəlişimiz olsun. Sağ olun. Hoş görüşdük. Amasya günü münasibətilə Qərbi Azərbaycan icmasının nümayəndələrini, Amasyalıları səmimi qəlbdən salamlayıram. Həqiqətən də xoş gündür. Amasyalıların fəxr etməyə mənəvi haqqı var. Mən bir epizodu söyləmək istəyirəm. Şəmsi Qocanın doğrudan da yazdığı deməli, Azərbaycan Albabadan başlayır sözü haqlı işləmişdir. Bizim bir müəllim vardı, Sabir müəllim İrəvanda. Mərkəzi komitənin şəhəti ilə rayona gəlmişlər, Amasya rayonuna. Oradan qayıdandan sonra girdi zala, dedi zəngi basarlar, çox da özünüzü tərifləməyin. Mən getdim Amasya, Amasya'da gördüyüm hürməti heç bir yerdə görməmişdim. Amasyalılar var olsun, onlardan mərfət, qeyrət, hürmət istənilən qədərdir. Həqiqətən də Amasyalıların sevinməyə haqqı var. Öz generalları ilə, həkimləri ilə, müəllimləri ilə. Amasya'da müəllim kollektivi mehriban bir kollektiv idi. Və onların fəaliyyəti nəticəsində həmişə Amasya rayonundakı Azərbaycan sektorunun mənimsəmə faizi ermənilərdən yüksək olmuşdur. Onlar riyaziyyətdən müəyyən çətinliklər çəksələr də gəlib yanaşırdılar bizim riyaziyyət müəllimlərimizdə ki, bizə köməklik göstərir. Biz bu misalı həll edə bilmirik, ya təbliğ həll edə bilmirik. Həqiqətən də bizim fəal etməyə haqqımız var. Müəllim kollektivi, həkim kollektivlər, eləcə də zəhmətkeş insanlara minnətdarlığımı bildirirəm. Bu tədbiri hazırlayan Tahir müəllimə, Cəfər müəllimə həqiqətən də çox əziyyət çəkirlər. Sağ olsun Amasya Birliyi. Mən müəllimlərimdən sonra işlə danışa bilmirəm, hamısını gözəl dedilər. Mən də qoşuluram
müəllimlərimə mən çox sevinirəm ki, mən Amasyalıyam. Və burada çox gözəl insanları görürəm. Adam hər bir üzünə baxanda ürəyi qürur keçirir. Yəni, gözəl müəllimimiz. Bu məhsul təhsilinə görə əziz Tahir müəllimə, mənim əmim oğlum. Babamdan Hüseyin müəllim qardaş kimi o məktəbdə işləyiblər. Və Hacı Cəfərə təşəkkür edirəm. Sizin işlər hələ bugündən başlayıb, gələcəkdə yüksək səviyyəli müəllimlər olacaq, Allah qoysa, sizə uğurlar arzulayıram. Hörmətli müəllimlər, mən də mənim əziz müəllimlərimin huzurunda söz deməyə biraz çətinlik çəkirəm, Bəhsəvan müəllim dediyi kimi. Amma bu Amasya məktəbi mən həmişə tələbələrin arasında da deyirəm, bizim məktəblər kiçik akademiyalar. Doğrudan kiçik akademiyalarda, çünki oradan məsələn 16-18 nəfər şagird olan sinifdən birində 12 nəfər ali məktəbə qəbul olunur, birinci. Sonra yeni o birlər də gəl ali təhsil alma fikirləri varsa, ali təhsil alınırlar. Qərbi Azərbaycan icmasının son vaxtda Qərbi Azərbaycanın didərgin sanılanlar üçün gördüyü işlər yüksək səviyyədədir. Mən orada Ziyalar Şurasının üzvü kimi tədbirlərində iştirak edirəm və görürəm ki, çox yüksək səviyyədə tədbirlər keçilir. Bütün rayonlar üzrə, bütün rayonların kəndləri üzrə bütün təşkilatlanmalar var. Bu çox əhəmiyyətlidir. Mən onun əhəmiyyətini yüksək qiymətləndirəm və başqa abidlərini vurmaqla Amasya'nın icmasının dəfərinə də təşəkkür edirəm. Eyni zamanda bu tədbir təşkil elədiklərinə və bizi dəvət elədiklərinə görə Tahir müəllimə, mənim qardaşım Cəfər müəllimə öz minnətlərimi bildirirəm. Biz Amasya məktəbinin yetirmələri və hər addımda çalışırıq ki, bizim əziz müəllimlərimizin bizə verdiyi tərbiyəni, biliyi, etimadı doğrudaq. Əziz Amasyalılar, burada Amasyalılar əyləşib, eyni zamanda Amasya kəndinin cəmaatı var, əksəriyyətlə mənim qohumlarımdır, hər birinizi bu tədbirdə salamlayıram, can sağlığı arzulayıram. Arzulayıram ki, heç vaxt sizin üzünüzdən təbəssüm əksik olmasın, həmişə beləncə yaxşı xoş günlərin iştirakçısı olasınız. Sağ olun. Məmnuniyəm sizimizə. Allah.
arkadaşlarımızındır. Arif, şair, katip, Nuru sizi mikrofona davet ediyorum. Hakimlerin gözüne de bir nefer nakım katar. Hadi. Hele sizi çağırıyorum değil mi? Şöyle gel. Çağıracağım da, Arif'i de çağıracağım, Orucu da çağıracağım. Aziz dostlar, aziz kardeşler, bugünkü meclisimiz çok güzel keçir. Çok böyle qaydasında, hürmetle, məhəbbətlə, sevgiyle. Bizim deməli, mən nəyi qeyd eləmək istəyirəm? Bax, bugünkü gündə, bugünkü zamanda, bu oturduğumuz yerdə bizim 2 dənə fəxrimiz var. Onlardan biri əməkdar həkim Hacıyev Arifdir. Ona bizim fəxrimizdir, dostumuzdur, canımızdır, qohumumuzdur, qardaşımızdır. Biri də mənim oğlu olan Oruç. Bunların hər ikisi prezidentin əmri ilə biri əməkdar həkim və biri də əməkdar mühəndis adına alanlar, oğlanlardandır. Deməli, Arif'i hamımız yaxşı tanıyırıq. O doğrudan da Polada layiqdir. Onun çəkdiyi əziyyətlər, onun necə deyim, həkim kimi fəaliyyəti doğrudan da buna layiqdir. Möhtərəm prezidentimiz də elə belə adamlara vermiş ki bu adı, şəxsi imza ilə gedir bu şeylər. Onun deyirəm, Hacıyev Arifə əməkdar həkim prezident tərəfindən verilmişdir. O cümlədən də mənim oğlum Oruca, Bayramov Oruc, deməli Azərbaycanda çox gələndən də, Ermənistandan gələndən su təsərrüfatında işləyib Azərbaycanın demək olar ki, içməli su təchizatının əsasını bu gündə Oruc təşkil edir və suya keyfiyyətinə, çəkilməsinə, xaricilərlə əlaqə saxlanmasında hamısında Orucun böyük fəaliyyəti var və bu da bizim prezidentimiz tərəfindən qiymətləndirildi. Mən xahiş edirəm hamımız bunların hər ikisinin əməkdar həkim və əməkdar mühəndis kimi sağlığına badə qaldıraq, onların özlərinə can sağlığı, ailələrinə səadət, balalarına xoşbəxt gün, özlərinə can sağlığı arzu edir. Xahiş edirəm hamı bu sağlığa qoşulsun. İndi Arif mənim sağ olun. Arif mənim can ciyərimdir, həkimdir, qonşumdur. Həqiqətən, mən 10 il bundan qabaq əməkdar mühəndis zamanı çox böyük qürrələndi. Elə belə ad deyil, böyük bir fəxrdir. Tək mənim üçün yox, böyük bizim rayon üçün. Rayonda bu adı almaq hər hansı bir insanın da işi deyil. Bu ən çox yüksəlişdir, dövlətə verdiyi qaydadır və dövlət başçısının bizə göstərdiyi qaydadır. Həqiqətən çox sağ olun, mən bu adı daşımağıma görə, eyni zamanda Amasyalı olaraq bir ziyalı kimi bu adın arxasında duraraq bir Amasyalı kimi fəxr edirəm. O cümlədən də Arif mənim olanda əməkdar həkim adını zəng elədim, təbrik elədim. Dedim, gözəl bir fəxrdir, dostlar. Həqiqətən ən böyük hissi əməkdar mühəndis hər insana, əməkdar həkim hər insana verir. Arif mənim. Sağ olun, yurttaşlar, şərait təqdim elədiyi kimi hörmətli prezidentimiz sənət canına fayda layiq görmüşəm. Bu adı sənət kimi təqdim edir. Mən onu özümüzdə 45 illik zəhmətimlə qazanmışam, onu özüm hiss edirəm. Heç o adı alsam da, almasam da, mən onu o yük üstündə hiss edirəm. Sağ olun. Bundan başqa bizim elin həkimlərimiz, həkim sənətini seçənlər, Rauf Şabanov kimi aksiyonlardan, Məhəmməd kimi, Məhəmməd Hacıyev kimi aksiyonlardan o yolu seçdik.
onlardan öğrendiği yolu seçtik. O yolu tuttuk ve o yolunda ben, katip, şair, Ali o yolu devam ettirdik. Çağında Ebu'l-Feth Allah rahmet eylesin. Ölenlere Allah rahmet eylesin. Sağ olun. Yine de deyirəm ki, bu peşemiz elektrik peşəsi qulluq, yani biz qulluq eləməliyik. Arada bir yeyib içməyimiz de olur ama əsas işimiz millətə, xalqa qulluq eləməliyik. Sağ olun. Ceho. Hacı Ceho. Gel tabi, sen de gel tabi. Biz fəxr elədiyimiz oğlanların adını çəkəndə birinci gələn sən gəlirsən. Buyur. Mən də öz növbəmdə hər kəsi salamlayıram, ayaqlarını salamlayıram. Və bu tədbirin keçirilməsində rol olan hər bir kəsə çox sağ olun bildirirəm. Yəni, mənə elə gəlir ki, hər bir rayonun, hər bir məskənin belə bir fəaliyyəti kimi bir fəaliyyətimiz olarsa, bir-birimizi tanıyarıq. Mən çox adamlara yəni, mənim üçün çox xoş oldu şəxsən. Öz evimizin, oğlanlarımızın, sıxlarımızdan danışmaq. Bundan sonra da bu tədbirlərin keçirilməsini dəstəkləyirik və inanırıq ki, yavaş-yavaş bu adımda daha çox şəxs eləyər və bir-birimizi daha çox tanıyarıq. Təşəkkür ederim. Çox son söz verirəm. Əziz dostlar, hörmətli bugünkü görüşün iştirakçıları, əlbəttə bugünkü görüşün səbəbkarlarına hər birindən təşəkkür edirəm ki, bu görüşün baş tutmasında doğrudan da əlindən gələn edir. İlk növbədə Amasya icmasının nümayəndəsi Tahir müəllimə, Cəfər qardaşıma dərin minnətdarlığım. Doğrudan da bu fikir, yəni bu tədbirin keçirilməsi, bu görüşün təşkilatı uzun müddətli bizim aramızda olan söz-söhbət idi. Və nəhayət bu gəldi, baş tutdu. Çox xoş oldu hamımız üçün. Bugün doğrudan da uzun müddətli görmədiyimiz insanları görürük. Xoş əhval tuturur. Əlbəttə bu hamımız üçün gözəl bir haldır. Mən bu ənənənin davam etdirilməsini xahiş edirəm. Cəfər qardaşım, Tahir müəllim, hər birinizdən xahiş edirəm. Bu görüşlər tez-tez olsun imkan daxilində. Görüşək, köhnə ənənələri yada salaq, köhnə insanlar haqqında danışaq, xatirələrimizi bölüşək. Şəmsi müəllim, sizə şəxsən özləri minnətdarlığımı bildirirəm. Bütün bu tədbirlərin iştirakçısı eyni zamanda aparıcısı Şəmsi müəllimdir. Grup yaradıqlar, TV yaradıqlar. Burada çox insanlar haqqında söhbətlər açılır. Amasya'da olan insanların siması bir daha təkrarlanır. Mən çıxışımın sonunda Amasya'da tanıdığım insanlar, həyatını danışıb dəyişənlərin hər birini rəhmət diləyirəm və həyatda yaşayanlara can sağlığı arzu edirəm və arzu edirəm ki, onlar da gəlsin, bu tədbirlərdə iştirak eləsinlər, bizə borçsunlar. Diqqətinizə görə sağ olun. Bütün iştirakçılara, bugünkü tədbir iştirakçılara, tədbir təşkil edən bütün heyətə, öz adımdan, ailəm adından, Tayyip adından çox sağ olun. Baxmayaraq, mən oğlum ki, iştirakçıların minnətlərim olana, Tayyip müəllimə, bütün heyətə, sizlərə can sağ olun. Ben oğlum kardeşim olmasın, bütün bugün çok şahit yaşadım. Ben bu faaliyetimi bir adımdan, alem adından bir daha tebrik ederim. Amasya şehirliğini, Amasya kültürlüğünü, halkını öz adımdan bir daha tebrik ederim. Ben köylü bir sual verirəm ve bir de ayrılık getirdim. Amasya rayonunun özündə məhsullaşan köhnə hamasallar 4 tayfadan ibaret. Musalar, Kösalaş, İrilər, bir də Şalalar. Mən
Onlar da var. Sonra geldiler. Erenler dedim. Şair. Ben bu teklifi ben ona göre bir daha yada sağlıyorum ki köyüne amasalar 4-5 insanların emeğiyle bir de öz adına, alem adına bu tedbirde iştirak edip, bu tedbir teşkil edip, bütün insanlardan sağlanıyor. Teşekkür ederim. Çok sağ olun. Biz Qarabağ Türkləriyik. Hava sallar, Ağrıbağ Şöreyə cəmatı Qarabağ Türklərini yaxınır. Ben de hamını tebrik ederim. Bu güzel günler, hamiyet can sağlığı arzulayırım. Bu tedbir çok güzel tedbir. Amasya'lara eşit olsun. O nece diyenler, bu dağlar yada düşür. Biz ve bizim dağların güzel mənası var. O yaddan çıxmır. Şairin həmşə görüşüb edənlər biz ve bizim dağları yad edirik. Ama bu tədbirlər keçdik olsa daha xoş olur. Heç olmasa ildə bir dəfə. 2 dəfə. O yaya kışın var, yazı kışın var. Hamıya can sağlığı diləyirəm. Arzum budur ki, o torpaqlara qədər demişim, bəlkə qismət olsa, gedib gələrdi. Turist kimi də olsa, inşallah. Öpürəm hamınızın sağ olun. Teşekkür ederim.
varlığı o bizde var. Xahiş edirəm mənə çatmasın ki sabah heç kim deməsin ki niye fəlakətin adı o ensiklopediyada yox. Böyle bir ensiklopedia olacaq. Baba şöyle ensiklopediyası. Bizim bildiğiniz gibi benim 101 Ağbabalı seriyasından yazıları çıktı. Şimdi onu kitap şeklinden hazırlayan o başladı, ensiklopediya başladı. Burada her bir mecliste değil ki bu hamurun dikkatinde olsun. Şimdi sözü tanı, şimdi sözü söz dünyada güzel mekan, bu dünyada güzel mekan Şöreldi ah babadır, hamımıza aziz olan Şöreldi ah babadır. Var şairi var aşığı, var şairi var aşığı Aşık etmez naşılığı, təbiətin yaraşığı Şöreldi ah babadır. Güllü bulaq çaxmaq yolu, Türk oğlunun izi dolu Mağaracıqda bir qolu, Şöreldi ah babadır. Dağ qoynunda qara çanta, Amasyaya yollar çata Daş körpüdə baba ata, Şöreldi ah babadır.